Bütün BMW pilotlarına salam. Bugünkü mövzumuz alışma bobinlerin yoxlanılması. Hal-hazırda stolun üstünde siz 4 tane bobin görürsünüz ve birlikte onları stenddə yoxlayarıq. Bu tip bobinler BMW mühərriklərdə istifadə olunur. M54 motorun üstündən çıxıb X5 Y53 kuzovdan. İkisini yoxladım, işlək vəziyyətdədir. Bunların isə istəyirəm sizə göstərim necə onları yoxlayıram. Deməli, müştəri belə bir problemlə yaxınlaşıb. Xolostoy xodda maşın normal işləyir. 60'dan yuxarı isə bir boya düşür. Mühərriki söndürüb yandırır, düzəlir. Bu qalan bobinlər 3-cü, 4-cü, 5-ci və 6-cı silindrin bobinləridir, soldan sağa saysaq. Və indi onların bir-bir yoxlayarıq. Ekranda gördüyünüz bu bobin testeridir. Avtomobilin beyin əvəzi yuxarıdakı aparatdır və biz oradan bobinə siqnal veririk. Testerdə 1 santimetr zazor qoyuruq. Çünki 1 santimetr zazor 10 bara bərabərdir mühərrikin kompresiyasına. Sözün qısası naqruzkadır. Bir sözlə iskrasını verməsə, deməli bobin işləmir. Bu bobini yoxladıq, normaldır. İndi keçək başqa bobinlərə və sizə iş prosesi yaxından göstərərəm. Bu səs normal və işlək vəziyyətdə olan bobinin səsidir. Deməli, 5-ci bobini də yoxladıq, normaldır və indi 6-cı bobini yoxlayarıq. Səsindən bilinir ki, bobin normal işləmir, normal iskra vermir və deməli problemli bobini tapdıq. Bobindən normal səs çıxmır və əlavə korpusdan tok buraxır. Ekranda görə bilərsiniz. Və bu o deməkdir ki, korpusa tok gedir. Və əgər zazoru az eləsək, bobin başlayır normal işləməyə, balaca zazorla. Ona görə xolostoy xodda normal işləyir, naqruzkada isə normal işləmir. İzləmədə qalın, uğurlar.